Gəlin bax belə deyim də sizə, olanı deyəcəm. Bax bu qızın, bax bir dəfə nə dalınca gələn oldu. Pis dövrdü də. Bəli. Nə bir dəfə qapımızı döyən oldu. Pis dövrdü. Nə bunu istəyən oldu. Nə bunun dalınca bir dənə fit çalan oldu. İnanırsan qardaş, heç olmasa gözlədim ki bir nəfər bunun adına söz çıxartsın. Pis dövrdü. Verim getsin. Amma tam səmimi deyim, adına söz də çıxardan olmadı. Ona görə də qardaş, mən örgəşmişəm bunun evdə qalmağına. Mənim üçün heç bir problem yoxdur. Əgər belə də bəyənmədisə, mən incimirəm. Qardaşsanı incimirəm. Siz gedin bayramı öz evinizdə keçirin, narahat olun. Mən incimirəm. İndisən məndən pis adam yoxdur. Narahat olmayın, gəlin keçin. Ay yox Eldar, məni hara yola salsın? Hə. Bəyəndi Eldar. Bizə də elə belə gəlin lazımdır da. Bu. Sən onun üçün evdə qalmış, əli oğlan əlinə dəyməyib də Eldar. Yox, mən onu söz verəmmərəm. Nətər yəni? Əli oğlan əlinə dəyib. Nətər ya? Ha, bu əvvəl qol güləşi ilə məşğul olub. O Ruslan Ahiskalı var, yekə. Bax, onun tələbəsi olub. Nə qədər məşq edib, ona görə deyirəm ki, qardaş, mən görsən, söz verəmirəm də sənə. Lap əla. Nətər lap əla? Eldar lap əla. Mənə elə sözün deyən gəlin lazımdır. Bəlkə mənim oğlum içib gəlib buna əl qaldırmaq istəyəcək. Bursun fəndə salsın da, qarşılıq versin da buraya. Bax, sözünə, əslində bax düzün deyəcəm sən, sözüm yoxdur. Söz xiridarıdır. Bütün meyxana məclislərində başda oturur. Nə danışır? Ha, bəs də, gecə saat 3-də evə gəlir, 4-də evə gəlir, ürəyinə vaxt istəsə evə gəlir də, başa düşürsən nə deyirəm. O 1 manatlıq taksilər var, Koroğlu'da get. Hamısı bunu tanıyır. Nə danışır? Hamısı. Bax qardaş, ona görə də